Təcrübəli legionerlər Dominguez Cəfərovun bacarmadığını 19 yaşlı Azərbaycan boksçusu Sübhan Məmmədov həyata keçirə bildi. O yeganə idmançımızdır ki, 11 nəfərlik milli heyətdən dünya çempionatının finalına çıxa bildi və 4 görüş keçirərək 4-ündə də uğurlu qələbə qazandı. Sabahları Dubayda keçiriləcək dünya çempionatının finalında Rusiya təmsilçisi Edmond Xudayanla döyüşəcək. 19 yaşlı Sübhan Məmmədov, 29 yaşlı Xudayan. Əlbəttə, təcrübə rəqibin tərəfindədir, amma biz hamımız 19 yaşlı Ağcabədi boks məktəbinin yetirməsinə inanırıq. Bu il ərzində Dünya Kubokunda 3-cü yer, Avropa Gənclər Çempionatında 1-ci yer və indi də Dünya Çempionatının böyüklər arasında finalına çıxış. Və ümid edirik ki, Sübhan Azərbaycan boks tarixində 8-ci dəfə qızıl medalı qazana biləcək. Sənə uğurlar.